11-ci əsr. Amma görün, konkret sənəd ortalıqda var. Türk dilini dövlət dili elan etməsinə bağlı sənəd ortalıqda var. Var sənəd. Sənəd var. Sovet Azərbaycan tarixçiliyinin uydurması deyil, eləmi? Əsənid təvarixdə var. Nəsibə fəlsəfi də oradan götürüb. Görün nə yazır. Dövrün bütün tarixlərindən məlum olduğu kimi, icazə verirsiniz bir kəlmə burada oxuyaram. Şah 1-ci İsmailin tərəfdarları da əsasən Türkmən və Tatar tayfalarından olanlar idi. Hətta taxta çıxdıdan sonra o İran kökəninə və dilinə, millətin iki başlıca əsasına xor baxırdı. O İranın yerli əhalisini özünə tabi etmiş və onları Türkmən olan Qızılbaş tayfalarının hakimiyyəti altına düşürmüşdür. Şirin Fars dili Osmanlı İmperiyasında və Hindistanda siyasi və ədəbiyyat dili olduğu bir dövrdə o türk dilini rəsmi dili etmişdir. Hətta özü də yalnız türk dilində şeirlər yazırdı. Nəticədə bu yabancı dil, yəni türkçəni deyir, Səbəvilər sarayında elə geniş yayıldı ki, bu sülalənin hakimiyyətin sonuna dək və onun hakimiyyətindən sonra da sarayın rəsmi dili olaraq qaldı. Şah İsmail vilayətləri aldıktan sonra ələ keçirilmiş qənimətləri, əsirləri və torpaqları Qızılbaş türk rəisləri arasında paylaşdırdı. Dilaver Bey, üzr istəyirəm. Yəni siz oxudunuz, sizin Dilaver Bey, bizcə kəlmə. Sizin oxuduğunuz indi tarixi sənəd sayıla bilər? Təbii. Nə üçün? Deyəcəm mənbə. Mənbə Əsənid təvarix, tarixi Alamarayı Abbasi, bütün hər bir yerdə, ondan üzr istəyirəm. Dahi nəhəng şəşunaslar var. Petroşevski, Krımski, Minorski, Faruk Sumer. Bunlar bir mənəli şəkildə, bunlar uzun müddət ömrünü orta əsrə tarixin tədqiqatına qoyan adamlardır. Bir mənəli şəkildə yazılır ki, Türk İrem Melikova 35 il Qızılbaşlığa sərf eləyib ömrün. İrem Melikova yazırdı ki, ay bədbəxt millət, bu sizin Türkmən anlayışıdır. İndi sual verirəm Fazil bəyə. Əməvi dövrü mü İslam vardı? Abbasi dövrü İslam vardı. Niyə sufilik yarandı? Niyə intişar tapdı? Niyə Həllaz Mənsur çıxdı? Təşəkkür edirəm. Fazil bəy, sizin cavabınızı eşidək. Mən tarixi sənəd barəsində danışdım. Türk dilinin rəsmi dövlət dili elan olması ilə bağlı. Siz hansı fikirdəsiniz? Rəsmi dövlət dili elan olması ilə bağlı. Yəni bu üzrdə siz hansı fikirdəsiniz? Yəni bu Sovet Azərbaycan tarixçiliyinin prezident ki fərman verir. Söhbət həmin dilin geniş yayılmasıdır, işlənməsidir. Bəyəm Qacarlar dövründə, Fazil bəy, bəxt dedir, Nadirin dövründə Nadirin özünün türkçə məktubları var. Hətta Şah Abbasın, bizə mütəxəssis oturub burada, Şah Abbasın yazdığı türkçə ilə Osmanlı türkçəsi arasında kəskin fərq var. Bunu mən demirəm, gör nə deyirlər, Pietro de Valli, adam oynuyor, Pietro de Valli, gör nə deyir. Deyir, bu türkçəni mən başa düşmədim Osmanlıda. Azərbaycan türkçəsi ondan fərqlənir. Bəyəm bu sənət deyil. Buyurun Fazil bəy, iştirəm sizi. Şah İsmailin sarayında Qızılbaşların böyük əksəriyyəti türk tayfalarıdır və bunlar türkçə danışırdılar. Bu türkçə danışmaq ənənəsi təkcə buradan başlar. Saray dili nə? Məsələn, saray dili, sarayda hamı danışıq dili. Yox, Şah İsmail türkçə danışırdı. Məktublar farsçada yazılırdı, türkçədə. Türkçə qadağa yox. Hansı məktublar farsça yazılır? Rəsmi dövlət dili türk dili deyildi. Nə diliydi? Türk dili, fars dilində. Yalan söz. Yalan söz. Şah İsmail məktubları hansı dildə yazılır? Hətta Osmanlı sarayında belə məktublar, çox vaxt şeirlər, bir çox hallarda fars dilində yazılır. Fars dili o zaman bölgənin ünsiyyət dili idi. Necə bizdə rus dili o boyda. Mən Osmanlıya toxunmuram. Siz mənə deyin, Şah İsmailin məktubları hansı dildə idi? Şah İsmailin məktubları türk dilində idi. Bir şey əlavə eləmək istəyərdim. Mən bugünkü İranın o dövrün məhsulu saymıram. Mən əslində, bəli, səbəblərə böyük önəm verməyinin səbəbi var. Səbəbi odur ki, səbəblər, yaddan bir şey saxlayın. Şah İsmail dövrü ilə sonraki dövrü eyniləşdirməyin. Adəm olub gəldim adam içinə. O adam, yenə deyirəm, sırf molla şiyəsi olsaydı indiki vilayəti fəqih kimi, o tamam ayrı şeylə yazardı. Nə demək istəyirəm? Azərbaycan coğrafiyası cızıldı. Türk millətçiliyi qoyuldu ortalığa. Özünüz yaxşı bilirsiniz ki, Fatihə qədər, Fatihdən bir qədər sonra Türkiyədə gəlmə, dəyişik türklər yer aldı. Osmanlı tamamilə dəyişdi. Hətta Türkiyə nə deyirlər? Etrak bir idrak. İdraksiz bir təbəqə. Həmin dövrdə isə burada Azərbaycan coğrafiyası quruldu. Bütün Türk tayfaları yığıldı birə, Türk millətini ortaya qoydu və dilini ortaya qoydu. Bir dövlətin yaşanması üçün millət, dövlət, coğrafiya. Bəli, bu günləri mən sizə deyim, yenə də deyirəm. Güntay kimilər bunu ortalığa atmadan Türk dünyasını parçalamaq istəyir. Təşəkkür edirəm.